Birinci sualda C'nin yerinə gətirib AB yazsam, nə alaram? B, A, B bərabərdir 3 dənə A-ya. A-ların birini islah etsəm, 2 dənə A bərabərdir 3 dənə B olur. Bizə cavabda 3B-ni soruşur. 3B 2A-ya bərabərdir. Buradan 4 dənə x-i almaq üçün çarpaz toplamalıyam. Çarpaz toplayanda x, 4 dənə x, 1 y bərabər olur. 2 dənə y, 4 dənə z. Y-lərin biri ixtisar gedir, alınır 4 dənə x bərabərdir. 1 dənə y, 4 dənə z. Bu da Y variantında doğru verilib. Üçüncüsündə 5 dənə eli almaq üçün alt-alta toplamalıyam. Alt-alta toplayanda k, 5 dənə l və m. Sağ tərəfdə də 2 dənə m, 3 dənə k alıram ki, buradan 1k, 1m, 1k, 1m atandan sonra 2 dənə k, ikinci k-da gedir. 5 dənə l-in m, k-ya bərabər olduğunu alıram. O da C variantında doğru formada verilib. Dördüncü sualda l-in yerinə gətirib mk yazacağım. Burada hər bir l-in yerinə mk yazsam, k, mk, mk bərabər olur sağ tərəfdəki 3 dənə m-ə. 2 dənə m-lər gedəndən sonra m-in yerinə alıram 3 dənə k. Bizdən l-i soruşur. L nəyə bərabərdir? Buradan görəm ki, mk-ya. M-in də yerinə 3 dənə k olmalıdır. 3 dənə k, biri də buradadır. Cavab olur 4 dənə k. Beşincisində üçbucaq nəyə bərabərdir? 2 dənə dairə, 1 kvadrata. Deməli, 2 dairə 1 kvadrat olanda yerinə üçbucaq yazmaq lazımdır. Bizdən üçbucaq və kvadratı soruşur. Görürəm ki, 4 dənə kvadrat 2 dənə dairədirsə, onda 1 dənə dairənin yerinə 2 dənə kvadrat yazmaq lazımdır. Bir dairənin yerinə 2 kvadrat yazsam, üçbucaq nəyə bərabər olar? Üçbucaq bərabərdir. Bunu təzədən yazaq. 2 dairə 1 kvadrat. Aşağısında da bir dairə bərabərdir 2 dənə kvadrat. Bunu çarpaz toplasam nə alaram? Üçbucaq kvadrat kvadrat bərabərdir kvadrat 3 dənə də dairə. 1 kvadratla 1 kvadrat gedir. Üçbucaq və kvadrat bərabər olur 3 dənə dairəyə. Bu da C variantında verilib. Altıncısında kvadratın yerinə gətirib dairə və üçbucaq yazmaq olar. Və yaxud da ki, bunları alt-alta toplasam 2 dənə üçbucaq yarada bilərəm. Alt-alta toplayıram. 2 dənə üçbucaq, 1 kvadrat, 1 dairə. Sağ tərəfdə də 2 dənə dairə, 1 kvadrat. 1 dairə, 1 kvadrat atıram. Buradan da 1 dairə, 1 kvadrat atandan sonra 2 dənə üçbucaq bərabər olur 1 dənə dairəyə. Cavab da olur 1 dənə dairə Y variantı. Yedincisində bir ulduzun yerinə 4 dənə kvadrat yazılmalıdır. Gətirib burada ulduzun əvəzinə 4 dənə kvadrat yazıram. 4 kvadrat yazandan sonra 2 kvadratla 2 kvadrat gedir. 1 dənə dairənin yerinə nə yazılır? 2 dənə kvadrat. Bir dairə 2 dənə kvadratdırsa, 2 dənə dairəmiz nə olacaq bəs? 4 dənə kvadrat olmuş olacaq. Cavab D variantı. 8-də 1 ellə 1 el gedir. Növbəti nə etməliyəm? Bizə KL lazımdır. KL lazımdır deyə onda alt-alta toplaya bilərəm. Alt-alta toplasam nə alaram? Və yaxud da ki, yuxarıdakı KK L bərabərdir MM ifadəsindən 1K 1L bərabərdir M alınır. M-in yerinə əslində nə olmalıdır? KL olmalıdır. Burada M-in yerinə gətirib KL yazıram. KL yanında da 3 dənə L var. Bu da bərabər olur K, K və K-ya. 1K ixtisar gedir. 2K 4 L-dirsə, onda 1 dənə K-mız 2 dənə L-ə bərabər olacaq. Bizdən də K, L soruşur. K-nın yerinə 2 L yazıram. L-i də onun yanına yazanda olur 3 dənə L. C variantı.
9'da 2 dənə üçbucağın yerinə bizə nə lazımdır ümumiyyətlə suala nəzər yetirsək? Bizə lazımdır 3 dənə dairə. 3 dairəni almaq üçün gəlin alt-alta toplayaq. Alt-alta toplasam 3 dənə, 2 dənə kvadrat, 2 üçbucaq, daha doğrusu 1 kvadrat, 3 dənə də dairə. Sağ tərəfdə 2 üçbucaq, 2 dənə kvadrat. 2 üçbucağı atıram. Kvadratlardan da birini atıram. Alınır ki 3 dənə dairə bərabərdir 1 dənə kvadrat. Bu A variantında verilir. 10-cu sual. 10-cu sualda 1K-la 1K gedər. Daha sonra aşağıda 1K-la 1K ixtisar gedər. Nə alınır? M bərabərdir K, KL. Bu birincisiydi. Aşağıda da M bərabərdir K, 3 dənə də L. M-in yerinə gətirib KKL yaza bilərəm. M-in yerinə KKL yazandan sonra KKL. Digər M-in də yerinə KKL yazıram. Sağ tərəfdə də K, 3 dənə L olur. 1K-la 1K getdi. 2 dənə L-lə 2 dənə L getdi. Nə qaldı? L bərabərdir 1 dənə K, 2 dənə K, 3 dənə K. L bərabər oldu 3 dənə K-ya. Və cavab da olur 3 dənə K, D variantı. 11-də 3 dənə ulduzu yaratmaq üçün mən alt-alta toplayaram. Alt-alta toplayanda sol tərəfdə 3 dənə dairə, 2 dənə kvadrat, sağ tərəfdə isə 3 dənə ulduz, 2 dənə kvadrat, 2 dənə də dairə olur ki, 2 kvadratı atıram, 3 dənə də dairəni atıram, daha doğrusu 2 dənə dairəni atıram. Nə qalır? 3 ulduz bərabərdir 1 dənə dairə. O da A variantında doğru göstərilib. Davam edək 12-yə. Nə yazıb burada? L-in yerinə nə yazılmalıdır? MN. M-in də yerinə yazılmalıdır KK. Aşağıdan yuxarıya doğru əvəz edə gedək. M-in yerinə KK yazsam, L bərabər olacaq KKN-ə. Eyni zamanda burada da L-in yerinə gətirib KKN yazanda 2K gedir, K bərabərdir N alınır. Deməli, K N-ə bərabərdirsə, N-in yerinə gətirib K yazacağım. Bunu da yerinə K yazsam, 2 dənə N, 2 dənə K-ya bərabər olmuş olacaqdır. 13-də 1 dairə, 1 kvadrat, 1 dairə gedir. Nə alınır? Alınanları qeyd edeyim burada. Üçbucaq 3 dənə bərabər olacaq 1 dairə 1 kvadrata. Aşağıda da 1 dairənin yerinə 2 dənə kvadrat 1 üçbucaq bərabər olacaq dairəyə. Dairələri itirmək üçün çarpaz toplayıram. Alıram ki 1 dairə 1 üçbucaq 3 dənə kvadrat bərabərdir 1 dairə 3 dənə də üçbucaq. 1 dairə 1 üçbucaq, 1 dairə 1 üçbucaq gedir. 2 dənə üçbucaq bərabər olur 3 dənə kvadrata. Bizdən də 3 dənə kvadratı soruşurdu. 2 dənə üçbucağı bərabər olur B variantı. 14-də ortaq olan çoxlu fiqurlar var. Belə deyək də hərflər var, çəkilər var. Onları ataram. M ilə M gedər. 2 dənə K ilə 2 dənə K gedər. 2 dənə L ilə 2 dənə L gedər. Nə qalır? 2K sol tərəfdə, 1, 2. 2 dənə L sağ tərəfdə. Buradan da alıram ki, K bərabərdir L-ə. Aşağıdan 3 dənə M, 3 dənə M apardı. 1 dənə LK, 1 dənə LK getdi. Nə qaldı? LK bərabərdir M qalmış oldu. 3 dənə L-in yerinə nə yaza bilərəm? 3 dənə K yazaram. Və yaxud da ki, 1 dənə KL K yazaram. KL-in yerinə M, K-nı da yanına yazaram. Olar MK. Cavab olacaq MK. Çünki K ilə L bir-birinə bərabər oldu deyə K ilə L hansını K, hansını L yazmağımın heç bir önəmi yoxdur. 15-də
Deməli, nə olmalıdır? Bizdən M, M-i soruşur. Alt-alta toplayaq. 3 dənə K, 2 dənə L bərabərdir. L, M, M, K. 1 L, 1 K gedir. 1 L, 1 K gedir. 2 dənə M bərabər qalır. K, K L-ə. Bu da C variantında göstərilib. 16-da M-in yerinə K, K L yazılmalıdır. 3 dənə K, 3 L, 1 M-dir. M-in yerinə gətirirəm mən bura K, K L yazıram. Nə olacaq onda? L, 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 K, K L bərabər olacaq 3 dənə K-ya. 2 K gedir. 1 dənə K bərabər olur 4 dənə L-ə. 1 K 4 dənə L-dirsə elə cavab da Y variantı olmuş olur. L-in yerinə 4 dənə M yazmaq lazımdır. Gətirib L-in yerinə 4 dənə M yazsam, 3, 4 dənə M, 1 M-də 1 K burada var. Bu da bərabər olur 2 K-ya və 3 dənə M-ə. 3 M ixtisar gedir buradan da. Bir dənə də K gedir. 2 dənə M bərabərdir K alırıq. 2 dənə M bərabərdir K olmuş olur. O da A variantıdır. 18-də 4 dənə dairəni almaq üçün alt-alta toplayaram. Alt-alta toplasam buranı və bu tərəfdəki. Burada bir dairə, burada 5 dənə dairə yaranacaq. Bir dənəsi ixtisar gedəcək. Alt-alta toplasam dairə, 2 dənə ulduz, 3 dənə kvadrat. Bərabər olur sağ tərəfdə 1 kvadrat, 5 dənə dairə və 1 dənə ulduz. Nə edirəm? Ortaqları atıram getsin. 2 dənə 1 ulduz 1 dairə, 1 ulduz 1 dairə, 1 dənə də kvadrat atıram. Nə qalır? 1, 2, 3, 4, 4 dənə dairə bərabərdir 1 dənə ulduz, 2 dənə də kvadrata. Bu da C variantında doğru formada verilib. 19. 19-da nə etmək lazımdır? Yenə də 3 dairə yaratmalıyıq. 3 dairəni yaratmaq üçün çarpaz toplayıram. Çarpaz toplayanda 3 dənə dairə, 3 ulduz, 3 dənə də 3 bucaq bərabər olur 4 dənə 3 bucaq və 4 dənə də ulduz. Ortaq olanları atıram. 3 dənə 3 bucaq getdi. 3 dənə də ulduz getdi. Nə alındı? 3 dairə bərabərdir 1 3 bucaq 1 ulduza. Bu da 1 3 bucaq 1 ulduz C variantındadır. 20. 20-də yenə eyniləri atacağam. Ulduzla dairə getdi. Nə qaldı? Dairə və 3 bucaq bərabərdir 2 dənə ulduza. Aşağıdan da 1 ulduz 1 dairəni atandan sonra 2 dənə dairə 1 ulduz bərabər qaldı nəyə? 2 dairə 1 ulduz bərabər oldu 1 dənə 3 bucaq 2 dənə ulduza. Yəni mən bunu çarpaz toplasam nə baş verəcək? Çarpaz toplasam 2 dairə 3 ulduz bərabərdir dairə 2 3 bucaq 2 dənə də ulduz. 2 ulduzu ataram, 1 dairəni ataram və alaram ki, dairə ilə ulduz bərabərdir 2 dənə də 3 bucağa. Eyni zamanda dairə ilə ulduz 2 3 bucaqdır dedik. Buradan hələ ki biz bir şey çıxara bilmirik. Nə etməliyəm? Bu səfər də alt-alta toplayacağam bu iki fiquru. Alt-alta toplasam 3 dənə dairə, 1 3 bucaq, 1 ulduz, sağ tərəfdə də 4 ulduz, 1 3 bucaq. 1 3 bucaq, 4 ulduz alınır. Ulduzla 3 bucağın biri gedir. 3 dənə dairə, 3 dənə ulduz alınır. 3 dairə 3 ulduzsa, 1 dairə də 1 ulduzdur. Onu dairəni də yerinə gətirib ulduz yazandan sonra bu 2 dənə dairə olur və yaxud da ki 2 dənə ulduz olur. Heç bir fərqi yoxdur. Onda belə çıxır ki 3 bucaq dairəyə bərabərdir, o da ulduza bərabərdir. Hamısı bir-birinə bərabərdir. Onda burada 3 dənə fiqurdursa, cavabda da 3 dənə heç fərq etməz. Hansı fiqur olur olsun, olacaq B variantı.
Növbəti gözlərdə eyniləri atıram. 1K 1L, 1K 1L. Bir dənə də K buradan atdıq. Nə qaldı? KM bərabərdir LL. Aşağıda da 3 dənə M, 3 dənə M attım. Nə qaldı? 2 dənə K bərabərdir MLL. KM bərabərdir LL ifadəsini aldım. Bir də KK bərabərdir MLL aldıq. İndi qoşa L-i soruşur bizdən. Qoşa L bərabərdir KM. Burada K-ları itirmək üçün nə edə bilərəm? 2 dənə L-in yerinə gətirib nə yazaram? KM. KK bərabərdir M. Qoşa L-in də yerinə KM yazıram. Bir dənə K-lar getdi. K nəyə bərabər oldu? M-ə. K-nın yerinə 2 dənə M. Qoşa L nəyə bərabərdir? KM-ə. Qoşa M K-dırsa, K-nın da yerinə qoşa M yazmalıyım. M, bir dənə də M buradadır. Deməli, 2 dənə L, 3 dənə M-ə bərabər olacaq C variantı. 22-də M, L gedir, M, L gedir. Nə qalır? KK bərabərdir ML. Aşağıda nə qalır? 2 dənə L getdi. 1 dənə K getdi. 2 dənə də M. Nə qaldı? 1 dənə L bərabərdir 2 dənə M. L-in də yerinə 2 dənə M yazıram. Gətirib L-in yerinə 2M yazsam bura, KK bərabər olacaq M, M-ə. Yəni 3 dənə M, 2 dənə K olur. B variantı doğrudur. 23-də 2 dənə rombun yerinə gətirib 1 dənə nə yazmaq lazımdır? Kvadrat. 2 rombun yerinə 1 kvadrat yazandan sonra 2 dənə kvadrat ixtisar gedir. Dairə bərabərdir. Kvadrat alırıq. Kvadrat da nə idi? 2 dənə romb idi. Cavabda ya bir dənə kvadrat olmalıdır, ya da 2 dənə romb olmalıdır. 2 dənə romb var. D variantı. 24. 24-də yenə KKL bərabərdir KKNN. KM-i almaq lazımdır bizdə. KM-i almaq üçün tərəf-tərəfə toplaya bilərəm. Və yaxud da ki, buradan eyniləri islah aparsam, nəyə bərabər alıram? L bərabərdir KNN. L-in yerinə gətirib burada KNN yazsam, sol tərəfdə 3 dənə N, 3 dənə K, sağ tərəfdə də KNN. Bu bir L-in də yerinə KNN yazıram, bir də M yazacağım. Ortaq olanları atıram getsin. Deməli 2 dənə K ilə 2 dənə K getdi. 1, 2, 3 dənə N ilə 1, 2, 3 dənə N getdi. Nə qaldı? K bərabərdir MN. Bizdən də KM soruşur. K-nın yerinə nə yazmalıydım? MN, bir dənə də M var. Yəni oldu MN. Cavab C variantı olmuş olur. 25-də 2K 4 dənə M-ə bərabərdir. 2K 4 dənə M-dirsə, K-nın yerinə gətirib 2 dənə M yazıram. KM soruşur bizdən. K-nın yerinə 2 dənə M yazanda, bir dənə M-i də onun yanına qoyurdular. 3 dənə M oldu. 3M də nəyə bərabərdir? L-ə. Doğru cavab A olur. 26-da L-in yerinə 3 dənə A gətirib yazacağım. L-in yerinə 3A yazandan sonra nə olur? 4 dənə A bərabərdir 2 dənə T-yə. 4 dənə A 2 dənə T-dirsə, onda bir dənə T 2 dənə A-ya bərabər olur. Bizdən qoşa L-i soruşur. Bir dənə L 3 dənə A-dırsa, 2 dənə L 6 dənə A olacaq. Deməli, 6 dənə A oldu. 2A-nı 1T əvəzləyirdi. 2A-ya 1T, 2A-ya 1T desəm, onda cavab 3 dənə T olmuş olur. 27-də nə etmək lazımdır? Gətirib baxsam, bunları tərəf-tərəfə toplasam, əvəz etsəm, nə baş verər? İndi 3 dənə kvadratın yerinə 1 üçbucaq, 1 dairə yazıram. 2 dənə üçbucağın da yerinə 1 kvadrat, 1 dairə yazmaq lazımdır. Biz burada 5 dənə təbii ki, kvadrat yarada bilmirik. 5 kvadrat yaratmaq üçün birincisi bunun 2 qat artıraq birinci tərəzini. Yəni mən bura bir dənə özünü əlavə edirəm. 1 dairə, 1 üçbucaq.
Burada 3 dənə nə əlavə edirəm? Eyni çəki əlavə edirəm də. 3 dənə də kvadrat əlavə elədim. Onda buradan nə aldım? 2 dənə üçbucaq, 2 dənə dairə. 2 üçbucağın yerinə nə almalıyam mən? Çünki üçbucaqları itirmək lazımdır. Və yaxud da ki, belə eləyək. Bunları tərəf-tərəfə toplayaq. Bu hissəni. Bir də bu hissəni toplayaq. Alt-alta. Alt-alta toplasam orada nə baş verər? 2 dənə üçbucaq, 3 dənə dairə, 1 dənə kvadrat. Sağ tərəfdə 2 dənə üçbucaq, 6 dənə kvadrat. 4, 5 və 6. Üçbucaqlar gedər. Kvadratlardan da biri gedər. Nə qalar? 3 dənə dairə bərabərdir 5 dənə kvadrat. Bizə də cavabda 5 kvadratın nəyə bərabər olduğu soruşulur? 3 dənə dairəyə C variantı olur o da. 28. 28-də yenə 2 dənə ulduz lazımdır bizə. 2 ulduzu almaq üçün birincisini tərəf-tərəfə birinci islah işlərini aparaq. 1 ulduz, 1 üçbucaq, 1 ulduz, 1 üçbucaq gedir. Yuxarıda nə alır? Üçbucaq, ulduz bərabərdir 2 dənə dairəyə. Aşağıda da alıram ki, üçbucaqla dairə bərabərdir 2 dənə ulduza. İndi növbəti nə etməliyəm? Bunları tərəf-tərəfə və yaxud da ki, çarpaz toplasam nə alacam? Çarpaz toplasaq alırıq ki, üçbucaq, dairə, dairə, dairə bərabərdir üçbucaq, 3 dənə də ulduz. Üçbucaqlar gedir. 3 dairə 3 ulduzsa, 1 dairədə 1 dənə ulduz olmuş olur. 1 dairə 1 ulduzdursa, dairənin yerinə gətirib ulduz yazanda nəyə alıram? Üçbucaq, ulduz bərabərdir ulduz, ulduza. Onda ulduzlar gedir. Üçbucaq da bərabər olur ulduza. Onda belə çıxır ki, bu 3 fiqurun 3-ü də nədir? Bir-birinə bərabərdir. 3 fiqurun 3-ü də bir-birinə bərabərdirsə, sualın da yerinə 3 dənə fiqur olmalıdır. Hansının hansı olmasının heç bir önəmi yoxdur. D variantı. Növbəti 1 kvadrat atandan sonra nə alacam? 3 dənəsi 3 dənə üçbucaq bərabərdir 1 dairə 1 kvadrata. Aşağıda sonra 2 dənə üçbucaq 1 kvadrat bərabər olub 3 dənə dairə 1 dənə üçbucağa. Biz bir dənə kvadrat almalıyıq. 1 kvadrat almalıyıq deyə bunları tərəf-tərəfə toplaya da bilərəm və yaxud da ki, çarpaz da toplaya bilərəm. İkinci aldığım sistem belə deyək də, ikinci aldığımız sistemi. İkinci aldığımız sistemdə çarpaz toplasam nə baş verər? 2 dənə üçbucaq, 2 dənə kvadrat, 1 dənə dairə. Bu bir tərəfdə 4 dənə üçbucaq, daha sonra 3 dənə dairə. İkisi getdi, buradan da ikisi getdi. Bunun da biri ilə bunun biri getdi. Nə aldım? 2 dənə kvadrat bərabərdir 2 üçbucaq 2 dairə. Onda 1 kvadrat nəyə bərabər olur? Üçbucaqla dairəyə. Bizə nəyi soruşur? 1 dənə kvadrat, o da olur üçbucaqla dairə. A variantı. 30-da 2 dənə K, 2 dənə L soruşulur bizdən. 2K, 2L soruşulursa, bunu tərəf-tərəfə toplamayla etmək olar. Daha doğrusu alt-alta toplamayla. Alt-alta toplayıram. 1 dənə K, 2 dənə M, 3 dənə də L. Sağ tərəfdə 2 dənə M, 3 dənə K. 2M gedir. K'lardan da biri gedir. Nə alıram? 2K bərabərdir 3 dənə L. Gətirib sualda 2K'nın yerinə 3 dənə L yazıram. 2 dənə L də bunun yanına yazıram. Cavab olur 5 dənə L. Y variantı. 31. Və burada həm qiymət vermək etmək olar, həm də əvəz etməklə.
yazmaq olar. 2 dənə B-miz, baxın belə bir şeydir. 2 dənə B-miz, 4 dənə C-dirsə, onda B-mizin yerinə 2 dənə C yazmalıyam. Burada 2 dənə A var. 2A-mız 3B-yə bərabərdir. 3B-miz nə deməkdir? Bəs 6 dənə C deməkdir. 2A-mız 6C-dirsə, buradan belə çıxır ki, A-nın yerinə 3 dənə C olmalıdır. İndi bizdən A, B-ni soruşur. B-nin yerində 2 dənə C olmalıdır. B-nin yerinə 2 dənə C olmalıdır. Və cavabımız A, C, C formasındadır. Görürəm ki, A, C, C yoxdur. Başqa nə edə bilərəm bəs? A-nın yerinə gətirib 2 dənə A-nın yerinə 6 dənə C yaza bilərəm. 1, 2, 3, 4, 5, 6 dənə C yazdım. 2 dənə də C buradadır. Və daha sonra bilirəm ki, 4 dənə C-nin yerinə mən gətirib nə yaza bilərəm? 4 dənə C-nin yerinə 2 dənə B. Və yaxud da ki, 2-2 qruplaşdırıb 2 C-nin yerinə 1 dənə B, 2 C-nin yerinə 1 dənə B, 2 C-nin yerinə 1 dənə də B yazaram. 2 dənə də C qalar. 3 dənə B, 2 dənə də C. Belə bir cavab varmı? Bəli, var. D variantıdır. Qruplaşdırıb istənilən formada cavablar, variantlarda olan cavabı almaq üçün müxtəlif cür əvəz etmək olar. 32. K, L, M, L, M-ə bərabərdir. 1 L, 1 M-i atıram. 1 L, 1 M-i atandan sonra nə alıram? K bərabərdir L, M. Aşağıdan nə alıram? 2K 4 dənə L-dirsə, 1 dənə K-nın yerinə 2 dənə L olmalıdır. 1K 2 L-dirsə, gətirib burada 1 dənə K-nın yerinə 2 dənə L yazıram. L bərabərdir L-M-ə. L-lərin biri getdi. 3 dənə L-in yerinə M yazmalıyam. Sonra da 6M soruşur. Mən bunu 3-3 qruplaşdırsam, 3 dənə L-in yerinə 1 dənə M, burada 1 dənə M yazsam, cavabı 2 dənə M almış oluram. B variantı doğru cavab olur. 33. 2 dənə L, 4 dənə K-dırsa, onda KK bərabər olacaq L-ə. Sonra KK L-dirsə, L-in yerinə gətirib 2 dənə K yazmaq olar. Onda nə olacaq? K bərabərdir M. M-in yerinə nə aldıq? 5 dənə K. Gətirib M-in yerinə 5 dənə K yazanda cavabda 6 dənə K alınır. 6 dənə K alınır. Amma variantda görürəm L-lərlə əvəz olunur. Mən də bilirdim ki, 2K-nın yerinə 1 dənə L yazılmalıdır. L. Və cavab da olacaq 3 dənə L, C variantı. 34. Nə verib bizdən? A, B, KL, AL, KB-dir. 2 dənə A. M-in yerinə 2 dənə A-dır. Mən bunları tərəf-tərəfə toplasam, hər halda 2 dənə A yarada bilərəm. Gəlin tərəf-tərəfə toplayaq. 2 dənə A, 1 dənə L, 3 dənə də B. Sağ tərəfdə 2 dənə K, 1 L, bir də B. Eyniləri atıram gedir. 1 L, 1 B gedir. 1 L, 1 B. Nə aldım? A, B bərabərdir KK. 2K, 2A, 2B'yə bərabərdirsə, onda AB bərabər olacaq K-ya. K-nın yerinə əslində AB yazılmalıdır. K-nın yerinə AB yazılmalıdırsa əgər, buradan nə alacam? AL bərabərdir KB ifadəsindən AL bərabərdir. K-nın yerinə yazıram AB. AB, B-yə. A-lar gedir. L-in yerinə 2 dənə B düşür. Bu ifadəni aldım. Bunların hər biri bizə lazım olacaq. L-in də yerinə gətirib 2 dənə B yazıram. K-nın da yerinə AB yazsam, onda burada nə almış olacam? Bizdən MB-ni soruşur. M-in yerinə nə yazılmışdı? 2 dənə A. Yəni biz cavabda A, B-ni tapmalıyıq. AB-yə nə demişik? K demişik. A da öz yerində qalsın. Cavab olsun AK. AK baxıram ki, variantlarda varmı? Bəli, var. Onda D-ni götürürəm. Olmasaydı
daha başqa bir əvəzləmələrə də keçə bilərdik. 35-də bir dənə M soruşulur. Baxaq görək, sol tərəfdəkiləri əgər alt-alta toplasam, burada 2M, burada 1, 2, 3 dənə M var. Tərəf-tərəfə, yəni alt-alta toplasam, bir dənə M yaratmaq olar. Hamısını alt-alta toplayaq. Yəni, bu hissədəkiləri, buradakiları 1, buradakiları da 1 toplayıram. 1 toplayanda onda eyniləri mən islah edə bilərəm də sağ və sol tərəfdə. Buradan 2K atıram, buradan 2K attım. Buradan 2M, buradan da 2M. 1N, 2N, 3N sol tərəfdən attım. 1, 2, 3 dənə də N sağ tərəfdən attım. Ona sol tərəfdə. Sonra bir dənə L buradadır. Sağ tərəfdə bir dənə M qaldı. Sol tərəfdə də K-dan L qaldı. Onda belə çıxır ki, KL bərabərdir M. Bizdən də elə M-i soruşur. M bərabər olacaq K ilə. A variantı doğru cavabdır. 36-da A-nın yerinə 3 dənə L yazılıb. Mən bu əvəz etməni gətirib yuxarıda yerinə yaza bilərəm. A-nın yerinə 3 dənə L yazaram. 2 dənə B-ni yazdım bura. Bərabər olacaq. 1, 2, 3, 4 dənə L-ə. 3 dənə L buradan, 3 dənə L buradan ixtisar getdi. L bərabər oldu 2 dənə B-yə. Deməli, mən bir dənə L-in yerinə 2 dənə B yazmalıyam. Sualda da 2 dənə L var. Bir dənəsinin yerinə 2B yazıramsa, ikincinin də yerinə 2B yazacağam. Onda 2L 4 dənə B-yə bərabər olmuş olur. Bunu həmçinin qiymət verməklə də yazmaq olardı. Necə? Məsələn, L-i 2 yazıram. L 2-dirsə, A-ya da məsələn yazım 6. A 6-dırsa və L də 2 idi. 2, 2, 2, 2 yazsam 8 bu tərəf eləyir. 8 də bu tərəf olması üçün gərək B-lər 1 olsun. Bizdən nəyi soruşur? 2 dənə L-i. 2, 2. Bu tərəf 4-dür. 4-ə bərabər olan bir ifadə tapmalıyam. A-nın qiyməti nə idi? 6 idi. B də 1 idi. Bunun qiyməti oldu 7. Bunun qiyməti oldu 1. Bunun qiyməti həqiqətən də oldu 4. Bunun qiyməti oldu 2. Bizə lazım deyil. Bu da olur 6. 6 və 1, 13 olmuş olur. Bu da bizə lazım deyil. Həqiqətən də, yəni rəqəm verməklə də yazmaq mümkündür. Rəqəm verməklə yazacağımız ancaq hansı tipdə suallar olur? Bir dənəsi başqa birindən və yaxud da ki, bir neçəsindən, amma eyni çəki daşından asılı olmuş olsun. Bir neçə dənə eyni çəki daşı, bir neçə dənə başqa çəki daşından asılıdırsa, onda qiymət vermək mümkündür. Amma bir dənə məsəl üçün A bərabərdir MN gətirib yazıb, sonra N bərabərdir AD. Belə bir şeylər yazıbsa, burada artıq rəqəm vermək çox vaxtımızı alacaq. Bizi səhv yola da apara bilər. Ona görə də standart, yəni bu tipdə olanlarda qiymət vermək mümkündür. 37. 37-də görürəm ki, 4 dənə K-nın yerinə 3 dənə M yazıb. Qiymət vermək mümkündür burada. 4 dənə K-nın yerinə mən gətirib, məsəl üçün K-ya yazaram 3. K-ya yazaram 3. M-ə də yazaram nə? M-ə də yazaram 4. K 3-dürsə, sağ tərəfdə ML 9 olmalıdır. Bunlar qalsın hələ ki. İndi aşağıda L, K, K-nı soruşur. Artıq burada biz K-ya məsəl üçün 3 desək, sol tərəfdəki L-in qiymətini bilmirik axı. Sadəcə biz bilirik ki, ML 9-dur. Deməli, qiymət vermək belə olan halda bizim işimizə yaramır. Onda nə edəcəyik? Normal bildiyimiz kimi 3 dənə K-nın yerinə gətirib əvəz etməsini yazsaq, görün nə yaranacaq? 3 dənə K-nın yerinə gətirib ML yazıram. M, L, K bərabər olacaq nəyə? 3 dənə M-ə. Buradan bir dənə M-lər ixtisar gedir və 2 dənə M nə olur? L, K. L, K-nın yerinə nə yazmalıyam? 2 dənə M yazmalıyam. M, M, K. Görək belə bir cavab varmı? 2M, 1K. Bəli, bu da C variantında verilib. 38-də yenə də əvəz etmək olar. B-nin yerinə nə yazmalıyam? AC yazmalıyam. B-nin yerinə gətirib AC yazanda alaram ki, AAC bərabərdir CC. Bir dənə C gedir.
Alıram ki AA bərabərdir bir dənə C. Sualda da AA-nın yerinə C yazaram. Cavab nə olacaq? C. Və yaxud da ki, başqa nə etmək olar? Buradakı AC-nin saxlayarıq bu formada. AA-nı bir dənə C ilə əvəz eləyərəm. Sonra burada nə alınacaq? AAC alınacaq. AC-nin də yerinə gətirib nə yazarıq? AC-nin yerinə baxın burada B var idi. Gətirib B yazarıq. Onda olacaq AB. Baxıram variantlarda belə bir cavab varmı? Bəli var. Yəni variantlarda ya biz 2 dənə C görəcəkdik, ya 2 A-nı saxlayıb 2 dənə A-nı bir C ilə əvəz eləyəcəkdik. Və yaxud da ki, buradan AC-nin yerinə gətirib B yazacaqdıq. Cavab olacaqdı AB. Ya burada variantlarda bəzən elə ola bilir ki, bizim tapdığımız variantlarda olmur. Bu demək deyil ki, bizim tapdığımız səhvdir. Bu deməkdir ki, bizim tapdığımızdan başqa bir alternativi də var. Yəni burada diqqətli olmaq lazımdır. 39. 39-da gətirib əvəz edə bilərik. Necə? Və yaxud da ki, tərəf-tərəfə toplayarıq. Məsələn, əvəz etsək nə olacaq? M-in yerinə gətirib 2 dənə K yazıram. Yuxarıda, bax burada. Onda sol tərəfdə LK, sağ tərəfdə də 2 dənə M, yəni 4 dənə K olacaq. 1K, 1K-dan ixtisar getdi. L-in yerinə 3 dənə K alındı. Bu qalsın hələ ki. Sualda bizdən 3 dənə M soruşur. 3 dənə M-in, 2 dənə M-inin yerinə gətirib nə yaza bilərik? LK yazarıq. 1 dənə M-inin də yerinə KK. 3 dənə K nəyə bərabər idi? 3 dənə K 1 dənə L-ə bərabər idi. Onda L olmuş olacaq cavab. Nə etdik? 2 dənə M-in yerinə gətirib yazdım LK-nı. Bu biri M-in yerinə də K-K-nı gətirib yazdım. 3 dənə K yarandı. 3K-nın da 1 L-ə bərabər olduğunu yuxarı tapmışdıq. Cavab onda nə oldu? 2 dənə L, B variantı doğru cavab olacaq. 40-cı sualda yenə də əvəz etmə eləyə bilərik biz. Çünki MO-nun 3 dənə T-yə bərabər olduğunu görürəm. Gətirib 3 dənə T-nin yerinə yuxarıda MO yaza bilərəm. Və yaxud da ki, yenə də tərəf-tərəfə toplamaq olar, çarpaz toplamaq olar, bir neçə üsuldan istifadə etmək olar. Mən gətirib yuxarıdakı MO-nun yerinə, baxın burada, 3 dənə T yazacağım. M-i saxlayıram, MO-nun da yerinə 3 dənə T yazıram. Bu da bərabər olur 4 dənə T-yə. 3 dənə T-lər soldan, 3-ü sağdan ixtisar gedir və alıram M bərabərdir T. Buradan M-in yerinə T yazanda T-o bərabərdir 3 dənə T alınır. Buradan T-lər ixtisar gedəndə O bərabərdir 2 dənə T aldıq. Aşağıda bizdən 2 dənə O-nu soruşur. Bir O-nun yerinə 2 dənə T yazıram. Onda 2 dənə O-nun yerinə 4 dənə T alınır. Cavab olur 4 dənə T, C variantı. Davam edək 41-ə. 41-də yenidən bizdən bir neçə dənə ifadə verib və nəyin qiymətini soruşur? AK-nın qiymətini soruşur. Mən AK-nı yaratmaq üçün tərəf-tərəfə toplaya bilərəm və yaxud da ki, əvəz edə bilərəm. L-in yerinə yuxarıda gətirib AA yazaram. K-nın da yerinə BB yazaram. Onda sol tərəfdə A və 3 dənə B olsun, qalsın. Sağ tərəfdə K-nın yerinə gətirim yazım BB. L-in də yerinə gətirim yazım AA. İxtisar gedənlər hansılardır? 2 dənə B getdi, 1 dənə də A getdi. Nə yarandı? A bərabərdir B. A B-yə bərabərdirsə, onda K nə olur? K bərabər olacaq 2 dənə B-yə. Yəni ola bilər ki, 2 dənə A olsun. AK-nı soruşur bizdə. K-nın yerinə A, K-nın yerinə 2 dənə A yaza bilərəm. Ola bilər ki, A qalar, K-nın yerinə 2 dənə B yazaram. Və yaxud da ki, birinci A qalar, K-nın yerinə AB yazaram. Çünki A ilə B bir-birinə bərabərdir. Variantlara da baxıram. AAB formasında verilib. Doğru cavab A olmuş olur. 42-də. 42-də alt-alta toplamaq bizə nəsə vermir.
Çünki alt-alta toplasaq nə alırıq? A, A, AB. Sağ tərəfdə də B. 5 dənə də C. 2, 3, 4, 5 dənə də C. Bir dənə B gedir. 3 dənə A-nın 1, 2, 3, 4, 5 dənə C-yə bərabər olduğunu alırıq. Bu da bizə nəsə bir şey vermir. Ola bilər ki, nəsə qiymət verək, sonra gətirək yuxarıda yazaq. Bu da tam bir cavabı olmur. Bəlkə çarpaz toplayaq. Çarpaz toplasaq nə olacaq? Çarpaz toplasaq, yəni bunları və bunlar. Çarpaz toplasam A, A, C, C, C bərabər olacaq. A, B, B, 2 dənə də C. Sağ tərəfdən, sol tərəfdən 2 dənə C-ləri atıram. 1 dənə A-nı atdım. Nə aldım? AC bərabərdir BB. Aldıq ki, AC 2 dənə B-yə bərabərdir. Burada AC-dən 2 dənədir. AC və AC. 1 dənə AC-nin yerinə 2 dənə B yazıram. Digər AC-nin yerinə təzədən 2 dənə B yazıram. Onda cavab nə olur? 4 dənə B olmuş olur. 43-də L-in yerinə 6 dənə 1, 2, 3, 5 dənə M, 2 dənə N-in yerinə 3 dənə M yazılıb. Belə olan halda qiymət vermək olar. Gəlin birinci qiymət verməyinə yazaq, sonra da həll yolu ilə yazaq. Əvəz etməklə. Qiymət verəndə, məsələn, bura 2 deyirəm M-ə. M-ə 2 desəm, L olacaq 10. Sonra M-ə 2 desəm, M 3 dənə M olur 6, onda N-lərin birinə düşür 3. Aşağıda da 2 dənə M var, yəni 2 dənə 2, 2 dənə də 3 var. Nəticəsi nə olur? 4, 6, 10. Cavabı 10-a bərabər olan bir qiymət almaq lazımdır. Bu da elə L olmuş olur. Cavab L olacaq. Digər həll üsulu bəs necədir? İndi isə həll üsulunu yazaq. Yəni rəqəm vermə də zaten bir həll üsuludur. Digər həll üsuluna baxaq. 3 dənə M-in yerinə 2 dənə N yazmaq lazımdır. Mən gəlirəm burada 3 dənə M-in yerinə 2 dənə N yazıram və nə alıram? N, M, N, N bərabərdir L. Elə sualda da bizdən bunu soruşmur. 2 dənə M, 2 dənə N-in qiymətin. Bu da birbaşa çıxır L. Yəni istənilən hər bir halda, hər iki halda cavabı L almış oluruq. 44-də bizdən B-nin qiymətini soruşur. B-nin qiymətini soruşur. A-nın yerinə gətirib 3 dənə C yazaq. Yuxarıda, bax bu AB ifadəsində əvəz edirəm. A-nın yerinə gətirib 3 dənə C yazıram. Nə olur? 3 dənə C, 1 dənə B bərabərdir C, B, B. Buradan B-lərin biri ixtisar gedir. C-lərdən də biri gedir. Nə alıram? Alıram ki, B bərabərdir 2 dənə C. Elə bizdən də bunu soruşur. Sualın yerində B 2 dənə C-yə bərabərdir. 45-də ikinci sətirdən nə görürük? 2 dənə L 4 dənə P-yə bərabərdir. Onda belə çıxır ki, L 2 dənə P-yə bərabərdir. Yəni mən L-in yerinə gətirib 2 dənə P yaza bilərəm. 2P yazandan sonra P-lərdən biri ixtisar gedir və nəticədə alıram ki, P bərabərdir 3 dənə O-ya. 3 dənə O-nun yerinə 1 dənə P yazmaq lazımdır. 3 O-nun yerinə 1 P, buradakı 3 O-nun yerinə 1 P yazıram. Və nəticə PP alınmış olur. B variantı doğru cavabdır. 46-da görürəm ki, çəki daşları L, N ifadələri verilib. Bunları gətirib yuxarıdakı yerində yaza bilərəm. Məsələn, N-in yerinə nə yazacağam? N-in yerinə yazacağam MM. Burada N-in yerinə MM yazıram. L-in də yerinə gətirib KM qoyacağam. Burada L-in yerinə KM yazandan sonra KM KK alınır. Ortaqları ixtisar etsəm, ortaqları bir dənə M gedir. Nə alıram? M bərabərdir KK almış olacağım. Sualda da bizdən nəyi soruşur? M nəyə bərabərdir soruşur. M 3 dənə K-ya bərabərdir. 47-də 3 dənə T YBB-dir. 2 dənə T də YYB-dir. 2 dənə T-nin yerinə gətirib YYB yaza bilərəm. Baxın burada. Onda nə alınacaq? YYB. O biri T-ni də yazdım yerinə. Bərabərdir YBB-yə. Burada nə alıram?
1y 1b 1y 1b gedir. B nəyə bərabər olur? T y'yə. B'nin yerinə gətirib T y yazacağım. T qalsın öz yerində. B'nin də yerinə gətirim T y yazım. Cavab olmuş olur T T y y variantı. 48'də yenə burada görürəm ki D nəyə bərabərdir, C nəyə bərabərdir. Onu gətirib ikinci sətirdə nəzərə ala bilərəm. BC ifadəsində B'ni saxlayıram, C'nin yerinə AB yazıram. Olur B, A, B. AD ifadəsində A'nı saxlayıb D'nin yerinə AC yazacağım. A, A, C. Nə alıram buradan? A'lar gedir. 2 dənə B bərabərdir AC. Bu bizə kömək olmadı. Yuxarıdakı C'nin AB qiymətini gətirib burada nəzərə alsam, baxın, bu D'nin AC-yə bərabər olmasını gətirib burada D'nin yerinə AC yazsam, alıram ki B bərabərdir 2 dənə A-ya. Burada D'ni AC yazdıq. Sol tərəfdə AAC, sağ tərəfdə AC alındı. Buradan C'ləri ixtisar edəndə B bərabərdir AA alınır. Bizdən sualda 4 dənə A-nı soruşur. 2 dənə A-nın yerinə gətirib B yazaram. Bu birisi 2 A-nın da yerinə B yazaram. Və cavabda mənə BB lazım olar. Baxıram ki BB də nədir? Yoxdur variantlarda. Deməli, başqa bir şey düşünmək lazımdır. 2 dənə A-nı B ilə əvəz eləyib. 2 dənə A-nı B ilə əvəz eləsəm, B, A ala bilərəmmi? AB nəyə bərabərdir bəs? AB C-yə bərabərdir. Gətirib AB-nin yerinə C yazandan sonra, baxın, belə bir cavab da mümkündür. BAA, həmçinin CA, eyni zamanda CA nəyə bərabər idi? D-yə bərabər idi. Baxıram ki, bu cavablardan variantlarda sadəcə D var, ona görə də doğru cavab olur Y variantı, yəni D çəkili bir daş. 49-dan 58-ə qədər olan suallar sadə suallardır. Burada qanunauyğunluq nədir? Bəs ortadakı ağırlıq mərkəzi verilib və o ağırlıq mərkəzi soldakı və sağdakı çəkiləri bir-biri ilə tarazlaşdırır. O çəkilərin də taraz olması üçün dediyimiz kimi çəkilər bir-birinə bərabər olmalıdır. Buradan asılan x kiloqram yükün ağırlıq mərkəzindən olan məsafəsi 1, 2, 3-dür. Yəni 3-ü vururam x-ə, üzərinə gəlirəm. Buradakı asılan 4-ün ağırlıq mərkəzindən məsafəsi 1, 2, 3, 4, 5, 6-dır. 4 vur 6. Sağ tərəfdə 3-ün buradan məsafəsi 4-dür. Yəni 3 vur 4. Üzərinə də gəlirəm. 5-in məsafəsi də 4 buradır. 5, 6. 6 da bunun məsafəsi oldu. 24, 12 plus 30 edir 42. 3x plus 24 42-dirsə, 3x-imiz 18-ə bərabər olur. Buradan da x tapırıq. 18 bölü 3, 6. X çəkisi 6 kiloqram imiş deməli. 50-də eyni prinsipdə x-i vururuq 1, 2, 3-ə. Və üzərinə gəlirəm 1, 2, 3, 4, 5, 6, 7. 3 vur 7-ni. Bu da bərabər olur. 9-un buradan qol 2, 18. Plus 1, 2, 3, 4, 5, 6. 2 vur 6, 12. Sağ tərəf 30-dur. Sol tərəfdə 30 olmalıdır. 3x plus 21 30-dursa 3x 9-dur. X də bərabər olur 3-ə. Deməli, x-in çəkisi 3 imiş. 51-də x-in qolu 1, 2, 3, 4. Yəni 4x bərabər olmalıdır. 7 vur 2-yə 14 plus 1, 2, 3, 4, 5, 6. 6 vur 3, 18. Sağ tərəfdəki çəki 32-dir. Onda sol tərəfdəki çəki də 32 olmalıdır. Buradan alıram ki, x bərabərdir 8. Y variantı doğru cavabdır. 52-də x vur 1, 2, 3, 4, 5. Üzərinə gəlirəm 3 vur. Bura qədər 5-dir. 6, 7. 3 vur 7. Bu da bərabər olur. 1, 2, 3, 4, 5, 6 vur 6, 36-ya. 5x plus 21 36-dırsa 5x 15 olacaq. X də bərabər olacaq 3-ə. B variantı doğru cavabdır.
53'də. Buradan asılan x plus 2 kilogramdır. Hər ikisi eyni qoldan asılıb. Onda oradakı çəki ağırlıq nə olur? X plus 2. Bəs qol nə qədərdir? 3, 4, 5, 6. X plus 2'ni vururuq 6'ya. Bu da bərabər olur sağdakı çəki. Yəni 1, 2, 3, 4 vur 5, 20 plus bura qədər 4, 5, 6, 7, 8. 8 vur 2, 16. Sağ tərəf 36 elədi. Sol tərəf də 36 olmalıdır. Bu səbəbdən x plus 2 6'dırsa x də olur 4. Doğru cavab C variantı. 54'də soldan asılan çəki 6 vur 2 12 plus 4 vurulsun 1 2 3 4 5. 4 vurulsun 5 20. Sağ tərəfdə də asılan x plus 5'dir. Bunun buradan qolu 1 2 3 4'dür. 12 plus 20 32 edir. 32'ni də 4'ə bölsəm x plus 5 olacaq 8. X də olur 3. Deməli x'in çəkisi nə imiş? 3 imiş. 55'də soldakı çəkini araşdıraq. 8 vur 2 plus 5 vurulsun 1 2 3 4 5. 5 vurulsun 5. Sağ tərəfdə x plus 11. Bunun qolu nə qədərdir? 2. Və üzərinə gəlirəm. 1 2 3 4 5. 5 vur 3 15. 16 plus 25 edir 41. Bərabərdir 2 vurulsun x plus 11. Üzərinə gəlirəm 15. Buradan 2 vur x plus 11 26 edir. X plus 11 13'dürsə x də bərabər olur 2'yə. Deməli çəkisi nəymiş? 2 imiş. 56'da isə x-i y ilə verib. Yenə eyni prinsip, eyni qayda. 7'ni vururam 2'yə 14. Üzərinə gəlirəm. X-i vururam 1, 2, 3, 4, 5, 6'ya. 6x. Sağ tərəfdə də 13'ü 2'yə vururam. 26. Üzərinə də gəlirəm. 1, 2, 3, 4, 5, 6. 6y. Buradan x'ləri və y'ləri bir tərəfə toplasam 6x çıx 6y bərabər olacaq 12'yə. Yəni 26 çıx 14'də. Hər tərəfi 6'ya bölsəm x çıx y bərabər olur 2'yə. Yəni elə bir variant tapmaq lazımdır ki, x ilə y-in fərqi 2 olmuş olsun. Bu da D variantında doğru göstərilib. 57'də bu qoldan x plus 2 yük asılıb. X plus 2 yük asılıb. Onun qolu nə qədərdir? 1, 2, 3, 4, 5, 6. Vurdum 6'ya. Sağ tərəfdə də 1, 2, 3, 4. 5 vur 4, 20'dir. Üzərinə də gəlirəm. Y-in qolu 1, 2, 3, 4, 5, 6, 7 və 8. 8y. Sol tərəf olur 6x plus 12 bərabərdir 20 plus 8y. 6x çıx 8y bərabər olacaq 8'ə. 2'yə də böləndə 3x çıx 4y bərabər 4. X və y-in yerinə elə qiymət qoymaq lazımdır ki, bu şərt ödənsin. Bu da x-in 8, y-in isə 5 qiymətində ödənir ki, 3'ü 8'ə vursam 24, 4'ü 5'ə vursam 20, 24'dən 20 çıxsam 4. Deməli, doğru cavab olur A variantı. 58'də x-in buradan olan məsafəsi 3'dür. Deməli, yazıram 3x üstə gəl. 6'nın məsafəsi 1, 2, 3, 4, 5. 6 vur 5, 30. Bərabər olacaq. 9'un buradan olan məsafəsi 9 vur 3, 27. Üzərinə də gəlirəm. Y-in məsafəsi 1, 2, 3, 4, 5, 6, 7, 8. 8y. Deməli, x, y-ləri bir tərəfə keçirsəm, 8y çıx 3x bərabər olacaq 3'ə və bizə bu şərti ödəyən bir variant lazımdır. Bu da 7 və 3 olacaq ki, 8'i 3'ə vursam 24, 3'ü 7'yə vursam 21, 24'dən də 21 çıxsam 3. Doğru cavab olur Y variantı.